Bir vaxtlar insanları güldürən zarafatlar bugün niyə əvvəlki təsiri yaratmır? Mən hərdən baxıram kasetlərə, o vaxtı kasetlərdəki gülmələrdən danışıram. Mən deyim sizə Planeta Parniz Baku, bu şəhərdə, sonra nə bilim, hətta lap əvvələ qayıtsaq Çingiz müəllimlə Rəhman müəllim məsələ üçün də indi baxıram deyirəm ki, mən onlara gülə bilmirəm məsələ üçün. O vaxtı gülürdüm. İndi də bir gülə bilmirəm. Bilmirəm məsələ üçün necə ki əvvəlki geyimlər indi geyinilə bilməz çünki o vaxtın dəbi idi və yaxud da ki əvvəlki aranjmanlar indi aranjman olmalıdır. Sən təzə veriliş açmısan, sən onu 90-cı illərin verilişin şapkası kimi eləyə bilməzsən axı. İndi yeni trendlər var, yeni texnoloji yeniliklər var. Amma gülüş də elədir sanki. Yəni əvvəlki kimi gülə bilmirik və bizi güldürmür onlar. Və bir də mən bunu xüsusilə vurğulamaq istəyirəm. Sən yaxşı ki burdasan. Ləhcə ilə danışmaq heç də komediya demək deyil. Yəni mən təəssüf olsun ki, biz söyləmək istəyirəm ki, bizim bəzi komediya ustalarımız bizi zamanında hansısa bir bölgənin ləhcəsi ilə danışmağı bizə sözün əsl mənası sırayıblar. Və bizi onunla sanki güldürməyə çalışır. Ləhcə ilə danışmaq nə vaxtdan gülüş obyektidir ki. Sən ona gülmüsən, keçmişsən. Gülməmişəm. Mən heç ona gülməmişəm ona qalanda. Doğrudan da gülməmişəm. Amma ləhcə ilə danışıq nə vaxtdan gülmək sağlır? Nə vaxtdan komediyadır ki? Yox, o şivənin şirinliyidir ləhcə. Hər bütün ölkələrdə var. Niyə KVN bəyəm şivə ilə danışırdı? Əsl normal vardı. Yəni bizim adi KVN-in xatırlayırsınızsa, amma bir səhnədə zarafatlar çox mükəmməlidir, amma bir səhnəci məhəllə idi səhv eləmirəmsə. Məhəllədə amma o vaxta qədər Allah qəni rəhmət eləsin. Cabir qardaşımıza Allah rəhmət eləsin. Dünyaları qədər xətri mənim üçün əziz olub. Tahir qardaşımızı salamlayıram buradan. Onların ikisinin bir Bağban müəllimi vardı. Sonra Saz oğlan Markiz de Saz vardı. Yəni orada mətin də çox önəmlidir. Bizə yaxın olduğu üçün o da bir taktikadır da. Digər yəni komediya ustalarda baxır ki, nə hardan qəbul elədi bu kütlə birdən-birə bu alqış nəyin alqışı idi? Tutur o da bir yüngül şirin oğurluqlardır da. Amma bizimkidir də. Yəni tutalım Lənkəran ləhcəsi olsun, Səlyan ləhcəsi olsun, Şəki olsun, hamısını salamlayırıq buradan bütün bölgələrimizi. Amma aşırı olmamalıdır da, hər şeyin bir həddi var da, bir dozası var. Yəni onu ölçü təhqir eləyib eləməməlisən. 100%. Məzəyi obyektinə. Onun özü ilə məzələnməməlisən, o insanı göstərməlisən. Bax, mən nə demək istədiyimi tam mən izah edirəm. Yəni, vəziyyət onu tələb eləməlidir ki, orada yerinə düşməlidir. Həmin bölgənin insanı orada nəsə danışsın. Yoxsa da ki, belə danışım ki, insanları güldürüm, əlbəttə ki. Yox, indi Kazımcan belə deysəm, türk serialları son 20 ildəki belə əhatəyə alıb hər kəsi, türklərin özləri belə neçə il ancaq ləhcə ilə güldürüblər. Nə yapıysan, nə edəysən, gələyim misin, gedəyim misin? Belə-belə deyə gəlib çıxıblar indi. Amma niyə onlarda çox yaxşı türk filmləri var, komediya janrında çəkilən. Adi danışıqla danışılır, amma bizi güldürə bilirlər. Yox, çoxluq, yəni çoxluq. Ola bilər. Türklərdə ən çox, misal sən bizi güldürə bilirlər. Hansı proqramından gülürsən sən? Mən proqram yox, filmlərdən məsəl üçün. Mən ümumiyyətlə güldür şou məsəl üçün. Mən çox baxmamışam o filmə. Mən ümumiyyətlə komediya sevmədiyim üçün açıq sənə deyim, yəni mən daha çox drama sevirəm. Amma mən məsələn Cem Yılmazın filmini çox bəyəndim. O bir neçə seriya çıxdı elə. Pərşəm. Məsələn Qərbdə bir saçı var idi, belə olduğunu belə. Məsəl üçün mən ona gülmüşəm. Gülməlidir, amma o bir neçə ildən sonra daha çox gülməli olacaq məncə. Ola bilər. Məsələn o məni məsəl üçün güldürüb ki, amma bizim Azərbaycanın öz istehsalı olan o qədər film var ki, komediya, mən onları çox sevirəm. Elə götürək Bala Başa Bəla, məsəl üçün, mənim çox xoşuma gəlir. Məsələn, orada görürsən, Afaq Bəşir qızı da hansısa bir ləhcə ilə danışır. Amma yeni ki, yerinə düşür, onun orada dediyi sözlər, onun o vizual görüntüsü, hamısı bir-birini tamamlayır da, məsələ. Orada rejissor işi də var. Bizdə çatışmayan məsələlərdən biri də rejissorun aktyorla işi demək olar ki, yoxdur. Yoxdur. %90 yoxdur. Yəni, nə deyək, yalan danışmayaq da.